O gün Globalda bir dənə video gördüm. Qız yuxusunu süni intellektə yorumladırdı. Mən də dünənləri çox acayip 2 dənə yuxu görmüşəm və bu 2 yuxunu yorumlatdım süni intellektə, görək o nə deyəcək. İndi yuxularımı sizə detallı danışa bilməyəcəm, çünki biraz şəxsidir, dostlarıma bağlı bir şey görmüşdüm. Amma yuxunun ümumi 2 yuxunun da yozmasında gətirib çıxartdığı şey oldu ki, sən özünə diqqət əksikliyin var. Ümumiyyətlə bir müddətdir bunu fikirləşirdim ki, mən həyatıma girən hər kəsə özümdən daha çox dəyər verirəm və bu mənim üçün problem deyil deyə düşünürdüm. Sevdiyim insanlar da onlar. Amma bunu öz içərisində dərd eləmişəmmiş özümə və yuxumun yozması da budur. Deyir ki, sən digər insanları özündən daha qabağa qoyursan və bu sən özünə nifrət eləməyə və gətirib çıxardır ki, sən niyə başqalarını seçirsən, həmişə özünü yox. Son nəticəsi belə çıxdı ki, yuxumun bu bir uyarıdır. Artıq özünə diqqət eləməlisən. Artıq sən həyatının ortasında sən olmalısan, nə mərkəzdə sən olmalısan. Belə. Məncə bunu bir siz də yoxlayın. Çünki həqiqətən boş danışmır. Mən Globalda görəndə demişdim, böyük ihtimalle boş danışacaq. Amma həqiqətən çox şey, məntiqi əsaslarından çox şey izah elədi yuxunu. Yəni, dərd olandım, depresyondayım bu dəqiqə. Eləməyə də bilərsiniz.